Abşeron Xızı Regional Gənclər və İdman Dairəsinin və İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirdə əvvəlcə Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olunub. Laboratoriyalar və tədris otaqları gəzilib. Rəsmi hissədə əvvəlcə Azərbaycanın müstəqilliyinin memarı olan Heydər Əliyev və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət səsləndirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən İqtisadi Zonaların İnkişafı Agentliyi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov bildirib ki, Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi məhz ümumilli liderin adı ilə bağlıdır. O qeyd edib ki, bugün ölkədə həyata keçirilən inkişaf strategiyasının təməlində də Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs dayanır. Direktor gənclərin milli mənəvi dəyərlər ruhunda yetişdirilməsinin vacibliyini vurğulayaraq peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısından da danışıb. Daha sonra çıxış edən Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov qeyd edib ki, Heydər Əliyev hər zaman Azərbaycan gənclərinə xüsusi diqqət və qayğı ilə yanaşıb. O bildirib ki, bugün ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti də məhz həmin siyasətin davamıdır. Telman Kərimov gənclərin vətənpərvər ruhda yetişməsinin vacibliyindən danışaraq, onların təhsil və inkişafı üçün yaradılan imkanların dövlətin gələcəyə hesablanmış siyasətinin göstəricisi olduğunu vurğulayıb. Sumqayıt şəhər icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər sektorunun müdürü Fərman Kazımov çıxışında bildirib ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron Xızı Regional Nümayəndəliyinin koordinatoru Sevinç Qasımova bildirib ki, Heydər Əliyevin gənclərə göstərdiyi diqqət bugün də dövlət siyasətinin əsas prioritetlərindən biridir. Tədbirdə Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən ümumilli liderə həsr olunmuş şeirlər səsləndirilib. Təqdim olunan bədii kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.